Toydan dəvətnamə gələndə getməsəm ayıb olar deyən insanlar. İnsan çağırdı deyə saatlarla hazırlaşırsınız, yol gedirsiniz, yorğunluğunuzu kənara qoyursunuz. Çünki cəmaət nə deyər? Getməsəm ayıb olar düşüncəsi var. Amma Allah hər gün sizi öz huzuruna çağırır, siz isə özünüzü eşitməməzliyə vurursunuz. Hətta bəziləriniz həddinizi aşıb, vaxtım yoxdur bəhanəsi gətirirsiniz. Bəs burada ayıb olmurmu? Yoxsa ayıb yalnız insanın yanında olur, Allahın qarşısında yox. Bu necə düşüncədir ki, yaradılmışdan utanırsınız, yaradanın çağırışını isə rahatlıqla görməzdən gəlirsiniz. Belə edən insanlar açıq şəkildə seçimini edir. Onlar üçün insanlar önəmlidir, Allahın dəvəti yox. Sonra isə axirətdə deməyin ki, ey Rəbbimiz, niyə biz bu hala düşdük, biz niyə bu əzabı çəkirik? Amma o zaman cavab çox aydın olacaq. Sizə dəfələrlə çağırış gəldi, siz isə üz çevirdiniz. Sizə vaxt verildi, siz isə başqa şeyləri üstün tutdunuz. Sizə yol göstərildi, siz isə görməzdən gəldiniz. Necə ki siz bu dünyada Allahın çağırışına arxa çevirdiniz, o gün də sizə deyiləcək. Bugün biz də sizi unuduruq. Necə ki siz bugünü unutmuşdunuz. O gün peşmanlıq fayda verməyəcək. O gün kaş demək heç nəyi dəyişməyəcək. Hələ vaxt var. Hələ seçim sizin əlinizdədir. İnsanların deyil, Allahın razılığını üstün tutun. Çünki sonda hamı yox olacaq, yalnız o qalacaq.